Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər. Bugün biz 6-cı siniflər üçün keçirilən monitorinq sınaq imtahanının Azərbaycan dili fənni üzrə cavablarına diqqət yetirəcəyik, izahlarına baxacağıq. Mətnlə yəqin ki tanışsınız, birinci mətni oxumusunuz. Gəlin birinci suala diqqət yetirək. Mətnin ideyasına daha çox uyğun gələn hikmətli ifadəni seçin. Əsl dəyər insanın daxilindədir. Bəli, biz mətni oxuyanda görürük ki, zənginlik var, dövlət olsa da əsl dəyər insanın daxilindədir. Əsl dəyər insanın ətrafıdır, dostlardır, ailədir. Bu mətnə uyğun gələn hikmətli ifadədir. Burada bizim doğru cavabımız B variantıdır. Birinci sualda. Pul hər şeyin açarıdır. A variantında bu yanlış fikirdir. Qorxudan qaçmaq lazımdır. Xeyr, bu mətnə uyğun gələn hikmətli ifadə deyil. Uğur yalnız zənginlikdədir. Xeyr, əksinə biz görürük ki, qoca zəngin olsa da ətrafını, ailəsini, dostlarını itirdiyinə görə peşman olur, axırda tək tənha qalır. İkinci suala diqqət yetirək. Mətnə əsasən hansı fikir əsaslandırmaq olar? Həyatın dəyəri insan münasibətlərindədir. Doğru cavabımız C variantıdır. Çünki biz görürük ki, qoca var, dövlət qazansa da, varlı olsa da ancaq dostlarını incitmişdi, ailəsini tərk etmişdi. Sonda hər şeyi qazansa da ancaq tək qalmışdı və o xoşbəxt deyildi. Biz görürük ki, həyatın dəyəri insan münasibətlərindədir. Yəni o münasibətləri də öz yerində saxlamalıydı. Əsl həqiqət maddi sərvətdə gizlidir. Belə bir fakt yoxdur. Yəni bunu əsaslandıra bilmərik. Mətn əsasən tək qalmaq xoşbəxtlik gətirir və mətn əsasən görürük ki, xeyr, xoşbəxtlik gətirmir. Əksinə o özünü tənha hiss edirdi. Üçüncü suala diqqət yetirək. Mətnə görə hansı fikir yanlışdır? Elvin evə girəndə dostları qorxu ilə geri çəkildi. Bu yanlış fikirdir, çünki doğru cavabımız 3-də C-dir. Çünki biz mətndə görürük ki, diqqət yetirin. Bir gün, bir payız axşamı küləyin yarpaqları sürüyə-sürüyə apardığı bir vaxtda Elvin tək başına evə girdi. Elvin evə tək girmişdi, dostları yox idi. Amma qocanın gündəlik həyat dərsləri ilə dolu idi. Bəli, bu Elvin üçün də bir həyat dərsi idi. Oxuyur, görür ki, qocanın başına nələr gəlir. Elvin güzgüyə baxaraq düşüncəyə dalır. Bəli, baxın, bu hissədə qeyd olunub. Elvin sükuta qərq oldu. Sonra güzgünü götürdü, tozunu silib baxdı, özünü gördü. Sanki ilk dəfə idi ki, öz gözlərinə bu qədər diqqətlə baxırdı. Orada sükuta dalır, fikirləşir. Sandığın üzərində xəbərdarlıq yazısı var idi. Bəli, bu da doğru fikirdir. Baxın, 4-cü abzasda qeyd olunub ki, Elvin yaxınlaşıb əli ilə tozu sildi. Sandığın üstündə kiçik bir yazı həkk olunmuşdu. Həqiqətə hazır olmayan açmasın. Bu xəbərdarlıq yazısı idi. 3-də yanlış variant C variantı idi. Keçək 4-cü suala. Verilən mətnə ən uyğun başlıq hansıdır? Mətni oxuyanda gördünüz ki, mətn adlandırılmayıb. Başlığı gəlin bir yerdə tapaq. B-yə diqqət yetirin. Sandığın içindəki həqiqət. Bəli, Elvin sandığı açır və onun içindəki həqiqəti görür. Amma qocanın itmiş uşaqları belə bir fakt yoxdur. Qızıl dolu gizli sandıq belə bir fakt yoxdur mətndə. B-ni yaxşı işarələyək. Yeni evin sirli xəzinəsi. Biz mətn oxuyanda görürük ki, ev yeni deyildi, köhnə idi və sandıqda da qızıl yox idi. Doğru cavabımız sandığın içindəki həqiqət. Ən uyğun başlıq B variantıdır. 5-ə diqqət yetirək. Üzərində rəqəm yazılmış məcazi mənalı sözləri müəyyənləşdirin. Gəlin mətnə qayıdaq, baxaq. Üzərində bir rəqəmi yazılan. Adətən şagirdlər buna diqqət yetirməlidirlər ki, üzərində rəqəm yazılmış sözün həqiqi yoxsa məcazi olduğunu tapmaq üçün gərək o sözü cümlə daxilində oxuyasınız. Gəlin baxaq, kəndin kənarında köhnə və unudulmuş bir ev var idi. Köhnə ev. Təbii ki, bu həqiqi mənadadır. Ev yeni də ola bilər, köhnə də ola bilər. 2-yə diqqət yetirək. Hər dəfə dostları qorxu ilə geri çəkiləndə onun içində qəribə bir maraq oyanırdı. Maraq oyana bilməz. Marağın oyanması burada artıq oyanmaq sözü məcazi mənadadır. İnsan yuxudan oyana bilər. 2-ni məcazi götürdük. 3-ə baxaq. Çünki o inanırdı ki, hər sirrin arxasında qorxudan daha böyük bir həqiqət gizlənir. Gizlənmək insana aid xüsusiyyətdir və yaxud da heyvan gizlənə bilər, amma həqiqətin gizlənməyi, burada artıq gizlənmək məcazi mənadadır. 4-ə diqqət yetirək. Evin içi soyuq və qaranlıq idi. Bəli, evin içi soyuq ola bilər. Bu da həqiqi mənalıdır. İstidə olar, soyuqdur olar. Deməli, məcazi mənalı olanlar 2 və 3 idi. Bizim doğru cavabımız olacaq D variantı 5-ci sualda. Keçək 6-cı suala. Mətndə altından xətt çəkilmiş sözün mətndəkindən fərqli mənada işləndiyi cümlə, tez o sözü cümlədə oxuyuruq. Gəlin baxaq. Həqiqətə hazır olmayan açmasın Elvin bir anlıq
tərəddüd etdi, amma sonra kilidi zorlayıb sandığı açdı. Sandığı açmaq təbii ki, bu həqiqi mənadadır. Mətndəkindən fərqli məna, gəlin baxaq. Doğru cavabımız C variantıdır. Akif ürəyini ən yaxın dostuna açdı. Ürəyini açmaq bu artıq məcazi mənadadır. Atasından gələn məktubu həyəcanla açdı. Yenə də məktubu açır, bu həqiqidir. Otağın havasını dəyişmək üçün pəncərəni taybatay açdı, həqiqidir. Səhər günəş şüaları üzünə düşəndə yavaşca gözlərini açdı, bu da həqiqidir. Doğru cavabımız C variantı idi. 7-yə diqqət yetirək. Sual işarəsinin yerinə uyğun gələn variantı seçin. Səbəb. Qoca var dövlət arxasınca qaçırdı, nəticədə isə nəticəni gəlin baxaq. Qoca var dövlət arxasınca qaçır, nəticədə nə baş verdi? O tənha qaldı, peşman oldu. Doğru cavabımız C variantı idi. Mətndə də biz bunu görürük. Baxın, qoca hər şey qazandı, lakin tək qaldı. Hər şey qazansa da tək qalmışdı. Çünki insanları itirmişdi, dostlarını incitmişdi, ailəsini tərk etmişdi. Yəni, doğru cavab C-dir. Çoxlu dost qazandı, bu ziddir, mətnə ziddir. Uğurlu iş adamı oldu, belə bir fakt yoxdur. Xoşbəxt həyat yaşadı, belə bir fakt da yoxdur. Doğru cavabımız C variantı. 8-ə diqqət yetirək. Fikirləri mətnin Roma rəqəmləri ilə nömrələnmiş abzaslarına uyğunlaşdırın. Gəlin, baxaq. 1. 1-ə B-ni uyğunlaşdıracağıq birinci abzasa. Hamının haqqında danışdığı ev. Bu elə birinci abzasdadır. Baxın, deyir ki, kəndin kənarında köhnə və unudulmuş bir ev vardı. Divarları çatlamışdı, pəncərələri toz içində qalmışdı. Hamı danışırdı, amma heç kim oraya yaxın getmirdi. Deməli, bu birinci abzasa uyğundur. Birinciyə B gedir. 2-yə diqqət yetirək. 2-yə A gedəcək, qorxunu üstələyən maraq. İkinci abzasdadır bu. Baxın, deyir ki, hər dəfə dostları qorxu ilə geri çəkiləndə onun içində qəribə bir maraq oyanırdı. Çünki o inanırdı ki, hər sirrin arxasında qorxudan daha böyük bir həqiqət gizlənir. Deməli, qorxunu üstələyən maraq ikinci abzasa aiddir. 3 D olacaq, sirli sandıqla qarşılaşma. Üçüncü abzasda o sandıqla qarşılaşır. Baxın, yazılır ki, o otağın küncündə köhnə bir sandıqla qarşılaşır. 4-ə diqqət yetirək. 4-ə C uyğun gələcək. Sərvət qazanıb ailəsini itirən qoca. Bəli, 4-cü abzasda görürük ki, ailəsini tərk eləyib. Sərvət hər şey qazanıb, amma tək qalıb. 5-ə baxın. 5-ci abzasda isə G-yə baxın, dərin düşüncələr və özünü dərk. 5-ci abzasda artıq o qocanın gündəliyində yazılanlar Elvin üçün bir dərs olur və o dərin düşüncələrə dalır, özünü dərk eləyir. 8-ci sualda doğru variantımız B variantıdır. 9-a diqqət yetirək. Mətndə nöqtələrin yerinə uyğun gəlməyən ifadəni müəyyən edin. Gəlin, baxaq. Nöqtələr, baxın, bu hissədədir. Abzası əvvəldən oxuyaq. Elvin yaxınlaşıb əli ilə tozu sildi. Sandığın üstündə kiçik bir yazı həkk olunmuşdu. Həqiqətə hazır olmayan açmasın. Elvin bir anlıq tərəddüd elədi. Elvin bir anlıq geri qayıtmaq istədi. Elvin bir anlıq ayaq saxladı. Amma sonra kilidi zorlayıb sandıq açdı. Bunların üçü də uyğun gəlir, B-C-dir. Amma Elvin bir anlıq sevindi, amma sonra kilidi zorlayıb sandıq açdı. Bu isə məntiqi əlaqəni pozur. Yəni, bu ifadəni biz həmin nöqtələrin yerinə boşluğa qoya bilmərik. Çünki mətndə bir uyğunsuzluq yaradır. Doğru cavabımız A variantıdır. Gəlin, 10-cu suala diqqət yetirək. 10. Mətnin giriş hissəsini aşağıdakı cümlələrdən hansı ilə genişləndirmək olar? Bu tipli sualı həll etmək üçün birinci növbədə giriş hissəyə baxmalıyıq ki, orada nədən danışılır? Gəlin, baxaq. Giriş hissə bax, buradır. Birinci abzasdan başlayır. Gəlin, baxaq. Kəndin kənarında köhnə və unudulmuş bir ev vardı. Divarları çatlamış, pəncərələr toz içində idi. O ev haqqında hamı danışar. Heç kim oraya yaxın getməyə cəsarət etməzdi. Deyilənə görə illər əvvəl bu evdə bir qoca yaşayıb. Bu qocanın ölümündən əvvəl bütün sirrini də sandığın içində gizlədib. Təbii ki, bura uyğun gələn A variantı, kənd sakinləri bu evin yanından keçəndə belə qorxu hiss edirdilər. Baxın, deyir ki, bu ev haqqında hamı danışar, heç kim oraya yaxın getməyə cəsarət etməzdi. Kənd sakinləri bu evin yanından keçəndə belə qorxu hiss eləyərdilər. Deməli, doğru cavab A variantıdır. Elvin açdığı
Elvin sandığı açıb içindəkiləri diqqətlə araşdırdı. Sandığı açmaq məsələsi bu giriş hissədə deyil, bu əsas hissədədir, əsas hadisələrin verildiyi hissədədir. Qoca gündəliyində peşmançılığını yazmışdı, bu da əsas hissədir. Elvin güzgüyə baxaraq dərin düşüncəyə dalır, bu isə sonluqdur. Deməli, mətnin giriş hissəsinə uyğun gələn A variantı idi. Keçək digər mətnimizə. Ümid edirəm ki, birinci mətn sizə tam aydın oldu. Nüvə silahları maraqlı bir mətindir. Gəlin 11-ci suala diqqət yetirək. Nüvə silahlarının yayılmasının qarşısını alan ən mühüm beynəlxalq sənəd hansıdır? Mətni oxusaq görərik ki, ən mühüm beynəlxalq sənəd nüvə silahlarının yayılmaması müqaviləsidir. Baxın, beynəlxalq səviyyədə nüvə silahlarının yayılmasının qarşısını almaq üçün müxtəlif razılaşmalar mövcuddur. Bu sahədə ən mühüm sənədlərdən biri nüvə silahlarının yayılmaması müqaviləsi hesab olunur. Deməli, doğru cavabımız B variantı idi 11-də. Amma Versal müqaviləsi, İnsan Hüquqları Bəyannaməsi, NATO Nizamnaməsi belə bir fakt yoxdur mətndə. Doğru cavabımız B variantı idi. 12. Bir çox dövlətlər nüvə silahını nə üçün əldə etməyə çalışır? İqtisadi gəlir əldə etmək üçün, iqtisadi gəlir əldə etmək üçün mətndə belə bir fakt yoxdur. Elmi təcrübələr aparmaq üçün bu yanlış fikirdir. Kosmosu tədqiq etmək üçün yanlışdır, amma öz təhlükəsizliklərini təmin etmək üçün, bəli, mətndə belə bir fakt var idi. Gəlin o hissəyə baxaq. Baxın, burada qeyd olunub ki, nüvə silahlarının əsas xüsusiyyəti onların çəkindirmə, deterrence vasitəsi kimi istifadə olunmasıdır. Bir çox dövlətlər bu silahlara sahib olmağı öz təhlükəsizliklərinin təminatı hesab edir. Baxın, burada qeyd olunub. Deməli, onlar düşünürdülər ki, nüvə silahlarına sahib olmaları onların təhlükəsizliyini təmin edəcək. Ona görə əldə etməyə çalışırdılar. 13-ə diqqət yetirək. Mətnin ana xəttini, yəni əsas ideyasını ən yaxşı hansı fikir ifadə edir? Ən yaxşı hansı ifadə əks etdirir? Burada bizim doğru cavabımız B variantıdır. Nəyə görə? Baxın. Deyir ki, nüvə silahı həm qorunma vasitəsi, həm də bəşəriyyət üçün böyük bir təhlükədir. Bəli, biz mətni oxuyanda görürük ki, bəzi dövlətlər nüvə silahından qorunma vasitəsi kimi istifadə edirlər. Həm də nüvə silahı bəşəriyyət üçün böyük bir təhlükədir. Çünki bəzi dövlətlər qarşılıqlı məhv etmə prinsipi üzərindən istifadə edirdilər. Yəni, tərəflərdən biri hücum edərsə, digəri cavab verəcək. Həm qorunmaq üçün istifadə olunurdu, həm də bəşəriyyət üçün böyük bir təhlükə idi. Əsas ideyanı ifadə edən cümlə bu idi, amma nüvə fizikası yalnız hərbi məqsədlər üçün inkişaf etdirilmişdi. Bu, mətndən çıxan əsas ideya ola bilməz. Soyuq müharibədən sonra nüvə təhlükəsi tamamilə aradan qalxmışdı. Xeyr, nüvə təhlükəsi davam edirdi, hələ aradan qalxmamışdı. Beynəlxalq müqavilələr bütün ölkələrin nüvə silahı əldə etməsinə icazə verir, xeyr, əksinə. Məsələn, nüvə silahlarının yayılmaması müqaviləsi çalışırdı ki, nüvə silahlarının yayılmasının qarşısını alsın. Ona görə 13-də doğru cavabımız B variantıdır. 14-də gəlin diqqət yetirək. 14. Mətnin məzmununa uyğun əsas fikri və həmin fikrə uyğun əsaslandırma. Nüvə silahları beynəlxalq sülhün yeganə və mütləq təminatçısıdır. Xeyr. Əksinə bir təhdid idi, bəşəriyyət üçün, bəşəriyyətin təhlükəsizliyi üçün bir təhdid idi. Bu yanlış fikirdir. B-yə baxaq. Nüvə enerjisinin kəşfi yalnız hərbi sahədə uğur qazanmaq üçün nəzərdə tutulmuşdur. Bu da yanlış fikirdir. C variantına diqqət yetirək. Əsas fikir, nüvə silahı insanlıq üçün həm qorunma vasitəsi, həm də böyük bir məsuliyyət, təhlükə mənbəyidir. Bəli, bu doğru fikirdir, əsas fikirdir. İndi gəlin görək, əsaslandırması düzdürmü? Çünki bu silahlar çəkindirmə vasitəsi kimi müharibənin qarşısını alsa da, eyni zamanda silahlanma yarışına və qlobal risklərə yol açır. Bəli, bu doğru fikirdir. Bəli, əsaslandırmanı da düzgün verir. Deməli, bizim 14-cü sualda doğru variantımız C variantıdır. Digərlərinə diqqət yetirək. D-yə baxın. Əsas fikir. Texnologiyanın inkişafı nüvə silahlarına olan ehtiyacı tamamilə aradan qaldırır. Mətndə belə bir fakt yoxdur. Əsaslandırmaya da yazıb ki, çünki müasir dünyada siyasi gərginliklər azaldığı üçün nüvə riskləri artıq mövcud deyil. Xeyr, müasir dövrümüzdə də nüvə riskləri mövcuddur. Bu da yanlış fikirdir. Doğru cavabımız C variantıdır. 15-ə diqqət yetirək. Mətndəki qarşılıqlı məhv etmə prinsipi ilə bağlı hansı fikir doğrudur?
Gəlin baxaq. Hər iki tərəfin eyni anda məhv olmaq qorxusu böyük müharibələrin qarşısını alır. Bəli, doğru cavabımız C variantıdır. 15-də. Gəlin mətndə də baxaq o hissəyə. Baxın. Soyuq müharibə dövründə nüvə silahları dövlətlər arasında qorxu balansı yaratdı. Bu balans qarşılıqlı məhv etmə prinsipi üzərində qurulmuşdu. Yəni, tərəflərdən biri nüvə hücumu edərsə, digər də cavab verəcək və nəticədə hər iki tərəf böyük zərər görəcəkdir və bu vəziyyət birbaşa müharibənin qarşısını alsa da, dünyanı daim təhlükə altında saxladı. Deməli, bu doğru fikir idi. 15-ci sualda, bəli, doğru fikir C variantıdır. A-ya baxaq, bu prinsip ölkələrin bir-birinə iqtisadi yardım etməsini nəzərdə tuturdu. Xeyr, yalnız bir tərəfin nüvə silahına malik olması sülhü təmin edir. Xeyr, bu prinsip elmin hərbi sahəyə tətbiqinə qarşı çıxmaq üçün yaradılıb. Bu da yanlış fikirdir. Gəlin, digərlərinə diqqət yetirək. 16-ya baxaq. Mətnə əsasən müasir dövrdə nüvə risklərini artıran faktorlar hansılardır? Siyasi gərginlik, regional münaqişələr və texnoloji inkişaf. Mətnə əsasən nüvə risklərini artıran faktorlardır. Baxın, mətndə də bu qeyd olunub. Baxın, qeyd olunub ki, texnologiyanın inkişafı, siyasi gərginliklər, regional münaqişələr bu riskləri artırır. Müasir dünyada nüvə təhlükəsi tam aradan qalxmamışdı. Regional münaqişədir, siyasi gərginliklər də bu riskləri artırır. Deməli, mətndə fakt olaraq öz əksini tapıb. Doğru variantımız C variantı. Nüvə enerjisinin tibbdə istifadə olunması, mətndə belə bir fakt yoxdur. İnsanların texnologiyadan uzaqlaşması yanlış fikirdir. Nüvə silahlarının yayılmaması müqaviləsinin ləğv edilməsi, bu da yanlış fikirdir. 17-yə diqqət yetirək. Mətnə əsasən tünc şriflə verilmiş sözün kontekstə uyğun izahını müəyyən edin. Gəlin baxaq, tünc şriflə verilən söz balans sözüdür. Soyuq müharibə dövründə nüvə silahları dövlətlər arasında qorxu balansı yaratdı. Kontekstə uyğun izahı isə qarşı durmada olan tərəflərin güclərinin bir-birini tarazlaması nəticəsində yaranan sabitlik. Kontekstə uyğun doğru izah budur. Amma A-da yazıb ki, iqtisadiyyatda gəlir və xərclər arasındakı bərabərlik xeyr, mətndən əlaqəsi yoxdur. Fiziki obyektlərin bir nöqtə üzərində dik dayanma qabiliyyəti xeyr, beynəlxalq təşkilatlar üzv olan dövlətlərin sayca bərabərliyi xeyr. Doğru variantımız C variantı idi. 18-ə diqqət yetirək. Mətnin məzmununa əsasən aşağıdakı suallardan hansının cavabı mətndə yoxdur? İlk nüvə silahı hansı dövlətlər tərəfindən və hansı ildə sınaqdan keçirilib? Mətndə bu fakt yoxdur. Amma nüvə silahlarının yaranması hansı elm sahəsinin inkişafı ilə bağlıdır? Baxın, qeyd olunub ki, nüvə fizikasının inkişafı ilə bağlıdır. Bu qeyd olunub. Sonra qarşılıqlı məhv etmə prinsipi hansı məntiqə söykənir? Bu da qeyd olunub. Baxın, biri hücum eləyəndə digər də cavab verəcək və nəticədə hər ikisi zərər görəcək. Nüvə silahlarının yayılmaması müqaviləsinin əsas məqsədi nədir? Baxın, o da burada qeyd olunub. Yazılır ki, bu müqavilə nüvə silahına malik olmayan ölkələrin bu silahı əldə etməsinin qarşısını almağa yönəlmişdir. Doğru cavabımız D variantı. 19. Mətnin abzaslarını nəzərə alsaq, hansı yarımbaşlıq mətnin məzmunu ilə əlaqəli deyil? Nüvə enerjisinin tibbdə tətbiqi sahələri. Nüvə enerjisinin tibbdə tətbiqi mətndə öz əksini tapmayıb, amma təhlükəli və məsuliyyətli nailiyyət var. Yəni, nüvə silahların əldə olunması təhlükəli, məsuliyyətli idi. Çəkindirmə siyasəti var idi. Yəni, çalışırdılar ki, insanları dövlətləri nüvə silahı əldə etməkdən çəkindirsinlər müqavilələrlə. Beynəlxalq müqavilələr bu da öz əksini tapıb. Amma nüvə enerjisinin tibbdə tətbiq olunması belə bir fakt yoxdur. Mətnin sonuncu cümləsində nöqtələrin yerinə məna və məntiqi baxımdan ən uyğun gələn ifadəni müəyyən edin. Gəlin, diqqət yetirək. Nəticədə nüvə silahı insan zəkasının məhsulu olsa da, onun gələcəyi insanlığın seçimlərindən asılıdır. Bu seçim ya təhlükəsiz və sabit dünya, ya da böyük risklərlə dolu bir gələcək deməkdir. Ən doğru uyğun fikir budur.
Texnoloji inkişafının tamamilə dayanması olmaz. Nüvə enerjisindən sülh məqsədi ilə istifadə xeyir. Dövlətlər arasında iqtisadi rəqabətin bitməsi xeyir. Doğru variantımız C idi. Yəni ya təhlükəsiz sabit dünyanı verəcək bizə, ya da risklərlə dolu bir gələcək. Növbəti mətnə keçək. Alternativ enerji mənbələri və enerji təhlükəsizliyi. Yəqin ki, mətni oxumusunuz. Bu mətnə aid qrafikdir. Gəlin 21-ci suala diqqət yetirək. Mətndə aşağıdakılardan hansı haqqında məlumat yoxdur? Yaşıl enerjinin əsas istiqamətləri var. Gəlin baxaq. Baxın, burada qeyd olunub ki, 3 əsas istiqaməti üzrə qruplaşdırılır. Birbaşa istehlak olunan enerji, ehtiyat enerji və itkiyə gedən enerji. Bu öz əksini tapıb. Külək enerjisinin quru və dəniz üzrə göstəricisi, baxın, qeyd olunubdur. Dəniz platformasındakı turbinlər külək enerjisinin 40%-ni, quru sahəsindəki isə 60%-ni formalaşdırır. Deməli, bunlar qeyd olunub. C-yə diqqət yetirək. Günəş panellərinin istehsalında istifadə olunan kimyəvi maddələr, belə bir fakt yoxdur. Mətndə doğru cavab C-dir. D-yə baxaq. Ehtiyat enerjinin nə zaman istifadə olunduğu, bu da öz əksini tapıb. Baxın, qeyd olunur ki, ehtiyat enerji isə təbii şəraitin əlverişsiz olduğu günlərdə şəbəkəni qidalandırmağa yönəldilir. Keçək 22-ci suala. Mətnə əsasən hansı fikir doğrudur? Ən az enerji külək turbinlərindən alınır. Xeyr, bu yanlış fikirdir. Gəlin baxaq. Külək turbinlərindən 50%-dir, çoxdur, ən az deyil. Sonra digərinə diqqət yetirək. Qalıq yanacaqlar ekologiya üçün tamamilə zərərsizdir. Xeyr, əksinə mətndə deyir ki, baxın, qalıq yanacaqlar, yəni neft, qaz, kömür, bu qaynaqların tükənmə ehtimalı və ətraf mühitə vurduğu zərər müasir dünyada bərpa olunan enerji mənbələrinə keçidi qaçılmaz edir. Deməli, onlar zərərsiz deyildir. Yaşıl enerjinin 15% su elektrik stansiyaları tərəfindən istehsal olunur. Bu doğru fikirdir. 22 də doğru cavab C-dir. Baxın, mətndə də öz əksini tapıb 15% su elektrik stansiyaları. Dəniz platformasındakı turbinlər külək enerjisinin 80%-ni təşkil edir, amma baxın, dəniz platformasındakı turbinlər 40%-ni təşkil edir. Deməli, bu da yanlış fikirdir. Doğru fikrimiz 22-də C. 23. Mətnin əsas ideyası nədən ibarətdir? Bərpa olunan enerji resurslarının səmərəli bölgüsü və idarə edilməsi. Amma neft, qaz hasilatı, belə bir fakt yoxdur mətndə. Yalnız külək enerjisindən danışılmır. Çünki burada baxın, günəş panelləri var, külək enerjisi var, su elektrik stansiyaları var. Ona görə bu olmaz. Enerji itkilərinin qarşısını almağın qeyri-mümkünlüyü, xeyr, əksinə burada mümkünlüyü də qeyd olunur. Deməli, əsas ideya bərpa olunan enerji resurslarının səmərəli bölgüsü və idarə edilməsi. 24-cü suala diqqət yetirək. Mətnə və qrafikə əsasən külək enerjisi ilə bağlı hansı fikir doğrudur? Külək enerjisi ümumi yaşıl enerji istehsalının tən yarısını təşkil edir. Doğru fikir budur. Gəlin baxaq. Baxın, qrafikdə qeyd olunur ki, bu ümumi yaşıl enerji bölgüsüdür. Burada mavi rənglə qeyd olunan külək enerjisidir. Baxın, qabağında qeyd olunub 50%. Ümumi enerji bölgüsünün tam yarısını təşkil edən külək enerjisidir. 50%. Deməli, bu doğru fikirdir. Amma yazır ki, külək enerjisinin ən böyük hissəsi dəniz platformalarında istehsal olunur. Bu yanlış fikirdir axı. Dəniz platformalarında 40%-dir, amma quru sahəsində 60%-dir. Deməli, bu yanlış fikirdir. Sonra külək turbinləri yalnız dağlıq ərazilərdə səmərəlidir. Bu yanlış fikirdir. Külək enerjisindən alınan gəlir günəş enerjisindən 2 dəfə azdır. Külək enerjisinə baxın. Külək enerjisi 50%, günəş enerjisi 30%. Külək daha çoxdur. Günəşdən necə az ola bilər? Bu da yanlış fikirdir. Ona görə doğru cavabımız B variantı idi. 25-ə baxaq. Qrafikdəki günəş enerjisinin istifadə sahələri bölməsinə əsasən hansı nəticəyə gəlmək olar? Ən çox enerji fərdi yaşayış evlərində istifadə olunur. Gəlin baxaq. Baxın, fərdi yaşayış evlərinin enerji təminatı 15%-dir, digərlərindən azdır. Bu yanlış fikirdir. Dövlət binaları sənaye binalarından daha çox enerji sərf edir. Baxaq, dövlət binaları 20, sənaye binaları 25%. Xeyr, əksinə azdır. Günəş enerjisinin ən böyük payı 40% böyük günəş fermaları və agrovoltaik sistemlərə aiddir. Gəlin baxaq, bəli. Böyük günəş fermaları və digər bitkilər, bu doğru fikirdir deməli. Doğru cavabımız 25-də C variantıdır. D-yə diqqət yetirək. Günəş panelləri yalnız bulutsuz hava şəraitində işləyir. Bu da yanlış fikirdir. Günəş panelləri yalnız bulutsuz hava şəraitində işləyir fikri yanlışdır.
Çünki mətndə qeyd edir ki, bulutlu, küləkli hava şəraitində də işləyə bilər. 25-də bizim doğru cavabımız C variantı idi. Ümid edirəm ki, mətn sualları hər birinizə aydın oldu, izahlar hər birinizə aydın oldu. Növbəti sınaqlarda görüşənədək sağ olun.